Dostlar, yenidən hər birinizi kanalda salamlayıram. Yeni izləyiciləri çatdırmaq istəyirəm ki, bu kanalda məhz mənim bütün yarış hazırlığı boyu davam edən məşqlərim, istər qidalanma və supplementlərim paylaşılacaqdır. Bacarım qədər informativ videolar etməyə çalışırıq. Ən azı həftə bir dəfə çəkirik, paylaşırıq. İndi isə başlayacağım çiyin məşqinə. Çiyin məşqdən qabaq bir 10 dəqiqə mütləq rezistent bəndən istəyəcəm. Yaxşıca içiləcək və keçəcək məşqə. Məşq bu isə tam izahlı, detallı hərəkətləri sizə başa salacağım. Dostlar, isim hərəkətini bitirdim. İndi isə başlaya bilərəm çiyin məşqinə. Bir çox hallarda çiyin məşqinə məhz elə bu iplərdən başlayıram, yəni çiyin arxasını yükləyirəm. Düzdür, bu iplərdən bir çox salda yoxdur. Amma tək-tək olan ipləri taxa bilərsiniz və çalışa bilərsiniz. İndi isə texnikasını izah edəcəm. Burada məqsəd daha çox bu ipləri alırmaqdır. Yəni özdə çəkmək deyil. Baxın, bunun cüz texnikası məhz bazarda izlər bu ipləri aralayırsınız. Yəni bu vəziyyətdə çəkmək lazım deyil. Çünki onda sizin çiyin arxası yox, daha çox biceps yüklənəcək. Toplam 4 set edəcəm. 2 isimə olacaqdır, 2 isə işlək. İsimə setləri 15-20 arası sayılacaqdır. İşlər keçəndə isə çalışacağım 12-dən aşağı düşməyim. Tam diqqətlə baxarsınız, hərəkət boyda izah edəcəm sizə. Məqsəd bu ipləri bazarda izlər aralamaqdır. Yəni özünüzə çəkməli deyilsiniz. Daha çox aralayın. Bu qədər bəs edəcək. İsinmə setlərində çəki qoymalısınız ki, yorulmayasınız. Yəni sayılar minimum 5 edə bilərsiniz. Gördünüz ki, harada artıq elədiyiniz çəki dirənir. Ondan sonra artıq işlək setləri saymaq olar. Çiyin məşqin proqramını isə toplam demək olar, yəni 5 və ya 6 hərəkət edirəm. Misal üçün, proqramı belə bilirəm. Bir arxasını çalışıram, bir ortasını, sonra bir önü və yenidən qayıdıram arxasına. Yəni bir hissəsini çalışanda digər hissəsi istirahət edir. Bu vəziyyətdə proqramı bölürəm çiyin məşqində. İsinmə setlərdə maksimum fasiləni 1 dəqiqə verirəm. İndi isinməni bitirdim, artıq işlək setlərə keçirəm. Çəkini bacarım qədər artıracağım. Yəni çəkini elə tənzimləyirəm ki, tam 12-yə çatanda artıq tükəniş olsun. Bu isə artıq işlək set sayılır. Birinci setə start verək. Bilirəm, bir çoxlarınız daha çox texnika yox, çəki üstünlüyü verirsiniz. Amma çiyin əzələsilərdə, yəni təcrübəmdən deyə bilərəm ki, bir çox hərəkətlərdə elə bir hərəkətdə budur. Harada ki, daha çox texnika və ya düzgün yerinə yetirməyinizdir bu hərəkətdə. Amma jim tipli hərəkətlərdə düzdür, orada çəki vacibdir. Sırf izolyasiyada istər yanlara maxlar olsun və ya çiyin arxası olsun, burada çəki elə vacib deyil. Yəni çəkiyə qaçmayın, daha çox hərəkəti düzgün yerinə yetirin. Mən isə istirahət elədim, sonuncu bir işlək setim qaldı. 30 kiloya qoymuşam, çalışacağım yəni 12-dən aşağı düşməyim və bu hərəkəti yekunlaşdıracağım. Yenə də qeyd eləmək istəyirəm, bir çoxlarınız bu hərəkət edəndə daha çox bisepslərinizin hesabına da artırsınız bu vəziyyətdə. Burada məqsəd çiyin arxasını qoşmaqdır, biceps deyil. Yəni tutduğunuz ipləri bazarda qədər aralayın. Onda gərginlik ancaq çiyin arxasında qalacaqdır. Diqqətlə baxarsınız. Yəni özümə çox çəkməkdən daha çox bunları ipləri aralayıram. Sonuncu seti drop set edəcəm. 10 dəfə getdi. Biraz azaldıb 10 dəfə edəcəm. Tam tükənişə çatmaq üçün.
Bəzi hərəkətlərin sonuncu setlərini hər zaman drop set edirəm. Daha çox yükləmək üçün və tükənişə çatmaq üçün. İşlər setləri bitirdim. Biraz fasilə, 1 dəqiqə fasilə verəcəm və artıq keçəcəm çiyinin hissəsinə. Videonun əvvəlində də qeyd etdiyim kimi, bir hissəsini çalışanda digər hissəsi dincəlir. Mən də indi arxasını işlədim və qabağda keçəcəm, arxası fasilə verəcək. Başda ikinci hərəkətimizə, ikinci hərəkətin hissəsi middə jim olacaqdır. Burada da bir çoxlarınız səhv edirsiniz. Məhz burada çiyinin qabağını yükləməkdə sizin dirsəyiniz rol oynayır. Siz dirsəyinizi necə saxlayırsınız, elə də sizin çiyinizin önü yüklənir. Eləndə diqqətlə baxarsınız, göstərəcəm sizə. Nəsə başlayayım. Diqqətlə baxarsınız, bir çoxlarınız bu hərəkəti yerinə yetirəndə dirsələrinizi arxaya aparırsınız. Bu da zədələnmə şansını yüksəldir. Bu dirsəyin bucağı sizin çiyinizin önünü necə yükləyəcəyinizdən asılıdır. Başlayaq. Dirsəyim içəri hissədə qalır, yəni arxaya aparmalı deyiləm. Bazarımdır içəri yükləyirəm və yığıram. Bu da elə sizin çiyinizin önünü yükləməyə kömək olacaqdır. Buraxanda isə çənədən biraz aşağı buraxıram. Tam aşağı buraxmağa ehtiyac yoxdur. Çiyin boşalmasın. Birinci sinmə setimi bitirdim, say 15 elədim. Biraz artıracağım, bir daha sinmə eləyəcəm. Sonra artıq 2 set əlavə tükəniş set eləyəcəm. Çəkini artırdıqca isə mütləq dərəcədə dirsəkliklərdən istifadə edirəm. Çünki bizə zədələnmək lazım deyil. Dizlərdir, dirsəklərdir, bunlar sağlam qalmalıdır uzun müddətli inkişaf etmək üçün. Demək olar ki, hər məşq istifadə edirəm. İstər sinə məşqi, çiyin məşqi. Yəni, haradakı jim hərəkətlər olur, orada dirsəklər istifadə olunur. 20-lərin üstünə 10-luq əlavə edəcəm. Bir set daha 15 sayılacam. Gəldim, çatdım işlək setlərə. Son 2 set işlək olacaqdır. Sayları da çalışacağım 12-dən aşağı düşməyim. Sonra 1 dəqiqə fasiləmiz tamam oldu. Başlayayım. Onki demək olar ki, çox da çəkin getmədi. Yəni, düşünürəm biraz artırma olar. Və sonuncu seti bayaqki hərəkətdə olduğu kimi drop set eləyəcəm. Biraz dincəlim. Drop setdə isə sayılar 8-8, yəni çalışıram 8-dən aşağı düşməyim. Bacarım qədər intensivlik saxlamaq şərti ilə. Sonuncu setimə başlayacağım. Drop set olacaqdır, bayaq dediyim kimi. Çiyin məşqi intensivlə meyillə olduğu üçün daha çox drop set tipli hərəkətlər də sevir, ya da super setlər də eləyə bilərsiniz. Önəmli deyil. Əsas odur intensivliyi qoruyub saxlayasınız. Çalışacağım birincini 8 edim, tam tükənişə çatım. Yəni birincidə nə qədər elə biləm edirəm. İstər 7 olsun, 8 olsun, önəmli deyil. Vacib olan tükəniş set olsun. Biraz azaldıb və davam edəcəm. Jim hərəkətini yekunlaşdırdım. İndi isə qantellərlə yanlara maxlar eləyəcəm. Biraz fasilə və başlayaq. Yanlara maxlara isə çalışıram üstünlüyü daha çox yenə texnikaya verim, ağır çəki vermirəm. Əmin olun ki, burada hər variantları yoxlamışam. Bir müddət daha çox ağır çəkinin işləmişəm, yüngül çəkidən. Və sadəcə bir qərara gəldim ki, burada vacib olan çəki yox, daha çox texnikadır. Çalışın bu hərəkəti yerinə yetirəndə daha çox dirsəkləriniz düz vəziyyətdə qalsın. Bir nə qədər dirsəyinizi çox açsanız, bir o qədər buzaq, çiyinin ortasına daha çox düşəcək. Yəni daha çox çiyinizi yükləmiş olacaqsınız. Birinci seti orta çəkini edəcəm, onunla başlayacağım. Adaptiv set olsun. Sayda 15-dən aşağı düşməyən şərti ilə.
Sonra isə yavaş-yavaş artıracağım. Toplam 4 set olacaq. Hamısı işləy setlər. Mən diqqətlə baxarsınız, dirsəyinizi bacardıqlar maksimum dərəcədə kənarları açın. Bu zaman çiyini daha çox güclənmiş olur. Tam 1 dəqiqə fasilə və yenidən davam edirəm. Biraz artıracağım 12 kilo. Çiyin əzələsi daha çox dözümlü olduğu üçün digər əzəllərdən. Çalışın məşqlərinizə mütləq drop setlər, super setlər qatın. Yəni intensivliyin daha da çoxaldır məşqinizin. İkinci set tam say 15'te direndi. Yəni bundan sonra elədiyim setlər artıq işlə set olacaq. Çəkini də qaldırmayacağım. Çünki 12-15 setində artıq dirənir onsuz. Tam 1 dəqiqə fasilə, intensivlik aşağı salmırıq və davam. Tam tükənişə gəldim, satdım. Biraz da fasilə. Axırıncı setim qaldı. Çiyinlərimdən də görə bilərsiniz. Ortası tam dolub. Yəni bu, hərəkətin düz işləməyin göstəricisidir. Sonuncu set yenə drop set olacaqdı. 14 götürmüşəm və biraz səkin salıram. Yenə tükənişə doğru edirəm. Birincinin isə say yoxdur. Maksimum nə eləyə bildim edirəm. Sonra yerə qoyuram və daha az çəki ilə davam edəcəm. Burada artıq dirsələrim əvvəlkindən daha çox açıq. Alt dəfə getdi. Texnikadan gördüyünüz kimi də dirənsə belə texnikanı pozmuram. Yarımçıq etməyə davam edirəm. Yəni getməyəndə belə eləməyin heç bir mənası yoxdur. Çünki gərginlik çiyinlə yox, məsələ trapesə düşəcək. Gördünüz, getmir, dirənir. Texnikamızı pozmadan davam edin. Yəni qısa etsəniz də yenə də naqursa çiyində qalır. Nəinki texnikanı pozub digər əzələyə salsınız. Bu hərəkətlə bitirdim. Ortasını çalışırdım. İndi çiyinin ön hissəsi olacaq. Kantellərlə önə max edəcəm. Tək-tək edəcəm. Toplam 3 set, hamısı da işlək. Yenə də orta çəki ağır lazım deyil. Çünki izolyasiya hərəkət olduğu üçün daha çox texnika vacibdir. Növbəti hərəkətlərdə də sayıları 15-15 edəcəm. Burada təşkil etməyi daha çox sevirəm. Çünki daha çox fokuslana bilirəm, daha yaxşı hiss edirəm. Başlayaq. Birinci set, növbəti ikinci set isə işlək olacaq. Onlarda dediyim kimi işlək keçəndə sayılarını da aşağı salıram. Hər qol 15 dənə elədim. İndi isə artıracağım, elə çəki seçəcəm ki, ikinci setdə artıq hər qol ondan yuxarı getməsin. Bu isə elə işlək set olacaqdır. Bir çoxlarınız zalda soruşursunuz, fərqli proqram, fərqli hərəkət düşünürsünüz ki, fərqli hərəkətlər işləyəndə nəticəyə daha tez çatırsınız. Demək olar, mən bir proqramı 4-5 ay çalışıram. Sadəcə dəyişdiyim setlər arası fasilədir, yəni fasilənin müddətini azaldıram və işlədiyim çəkiləri qaldırıram. Yəni məşqlərinizin intensivliyini artırıb çoxaltmaqla inkişafa çatacaqsınız.
Bir setim qaldı, sonuncu set. O da çalışacağım sayı ondan aşağı düşməyim. Şimdi biraz aldı drop set eləyəcəm. Altılar bəsdir bizə. Amma artıq ikisi bir yerdə. Tam dirərinə gedər. Super. Növbəti hərəkətim isə yenə çiyin arxası olacaqdır. Çiyin məşqində çiyin arxasına tam iki hərəkət ayırıram. Uzanlıqlı vəziyyətdə yanlara maq edəcəm, amma çiyin arxası üçün texnikaya diqqətlə baxarsınız. Məqsəd dirsəvizi maksimum dərəcədə açıq saxlayıb və daha çox geniş açmaqdır. Elə ağır çəkiyə ehtiyac yoxdur. Düşünürəm 7-3 voltdan bəs edəcək. Çünki sayılarını az eləmirəm, 15-20 arası olacaqdır. Toplam 3 set, elə hamısı da 2 set olacaqdır. Burada isə hərəkəti yerinə yetirərkən bacardığınız qədər dirsələrinizi açıq vəziyyətdə saxlayın və maksimum dərəcədə kənara açın. Birləşdəndə isə bura qədər buraxın. Yəni siz bunu aşağı tam buraxıb həmən çiyin arxasını boşaldırsınız. Yarımçıq vəziyyətdə eləyəndə isə işlədiyiniz əzələ tam hərəkətin sonuna qədər gərgin qalacaqdır. Çoxlarınızı maraqlandıran suallardan biri isə çiyin üçün neçə hərəkət işləyim. Çoxlarınız düşünürsünüz nə qədər çox elədim, bir o qədər daha yaxşıdır. Amma şəxsən mənim məşqimdə 5 və ya 6 hərəkət olar. Bugün mən 6 hərəkət işləyirəm. 2 hərəkət arxası üçün, 2 hərəkət yan delta və 2 hərəkət ön delta üçün. 6 hərəkət toplam. Bəzən olar ki 4 hərəkət və 5 hərəkət işləyərəm. O zaman setlərin sayını çoxaldıram, hərəkətləri azaldıram. Amma bugün işlər setdən hərəkətlər isə daha çoxdur. Bu hərəkətdə yekunlaşdırdım, toplam 3 set oldu. Bir hərəkət daha işləyəcəm, çiyin orta deltası üçün. O da yanlara maq olacaq, amma artıq cable'da. Gəldim çatdım çiyin məşqin sonuna. Bir hərəkət daha, o da orta deltası üçün. Cable'da işləyəcəm. Sayılar minimum 15, çünki çiyin əzələsi sayı daha çox sevir. Toplam isə 3 set eləyəcəm. Və set arası isə fasilə vermirəm. Sol qolu işləyəndə həmən sağa keçirəm. Sonra yenidən sola qaydıram. Çünki bir qolu işləyəndə digər qolu onsuz da istirahət edir. Çəkim biraz alacağım çünki biraz çox qoymuşam. 10-12 çıxanda artıq dirənir. 5-ə qoydum və dediyim kimi fasilə vermirəm, həmən sol qola keçirəm. Dostlar, mütləq bu variasiyanı yoxlayın, məşqinizə əlavə eləyin. Sol qol işləyirsiniz, sağa keçirsiniz və yenidən qayıdırsınız. Yəni setlər arası fasilə vermirsiniz və mütləq fikirlərinizi rəyləri bölüşərsiniz. Dostlar, mən çiyin məşqin sonuna gəldim, çatdım. Bazarın qədər informasiya olmasını istədim. O da setlər arası, podxodlar arası sizə tam izah eləməyə çalışıram.
Sizdən isə sadəcə abunə olmaq, dəstək olmaq və mütləq şəkildə hansı bir sualınız yarandısa, rəylərdə bölüşün. Hər dəfə dediyim kimi növbəti çəkilişlərdə həmən sualları cavablandıracağam. Bacardığımız qədər həftədə bir dəfə çalışırıq, çəkək, paylaşaq. İzlədiyiniz üçün çox sağ olun, izləmədə qalın.